Peyğəmbərin zamanında, sağlığında elə ki, qiblə ayəsi nə qədər ki nazil olmamışdı, müsəlmanlar da Məscid-i Əqsaya, yəni indiki Qüdsə tərəf namaz qılardılar. Peyğəmbərimiz başda olmalı. Bizim Peyğəmbərimiz ki, iddia eləyirdi. Ben Peyğəmbərəm, öz də axırıncı Peyğəmbərəm, öz də din gətirmişəm, İslam adlı din. Yahudilər irad elədilər ki, sən necə din gətirmişsən, necə haqq Peyğəmbərsən, necə sənə kitab verilir ki, sən elə özün də cəmaatınla bir yerdə bizim qibləmizə namaz qılırsan. Əgər düzsənsə, düz deyirsənsə, sənin özünün niyə qiblən yoxdur? Təkidlə o qədər cəmaatın içində bəzilərində şək şübhəyə saldılar. Allah Teala'dan Cəbrail əleyhissalam vasitəsilə qiblə ayəsi nazil oldu. Hansı ki, üzüvü Məscid-i Əqsadan çönlər Məscid-i Hərəmə, yəni Qaradaşa, Kəbə evinə. Bu məscidin içində o vaxtda, həmin ayə nazil olana qədər üzü Qüdsə namaz qılardılar. O ayə nazil olandan sonra üzü Kəbə evinə, yəni Məkkəyə tərəf namaz qıldılar. Bir-birinin əksinə yerləşir. Allah Teala ziyarətlərimizi ali dərəcədə qəbul eləsin.